əsgərliyi 2017-ci ildə gəldi də, 2015-də getdi əsgər. İyul ayının 20-sində Gəncəyə yola düşdü, getdi xidmətə. Demək, mart ayında 23-də getdim, Muradın ad günü idi. Getdim hərbi hissəyə. Tort, saat, buçum pişirtdirdik, elədik. Getdim, orada komandirə dedim ki, bəs mən Muradı aparmağa gəlmişəm 1-2 saatlıq da. O tanıyırdı məni, onların komandiri. Mənə də bir 5-6 nəfər, hansı ki o uşağın yanına valideyni gəlmir, o uşaqlardan verin. Komandir də dedi ki, filan kəs bu uşaqlar Ucqar rayonların kəndindəndir. Bu uşaqları götürün, aparın. Murad da demiş ki, 2-3 nəfər orada dostu yoldaşı var da. Demiş ki, ana bəs onların yanına adam gedib gəlmir də. Bəs mama, onları götürək. Dedim, hə, yaxşı. Götürdüm, bunları gətirdik tərtərdə, bağın içində. Kabab, zad, belə, Murad üçün ad günü elədik. Onlar da bunların yanında. Təzədən yenə uşaqları yığdım maşına. Götürdüm, apardım, qoydum hərbi hissəyə. Gələndən sonra Muradgilin kombat dillərdə komandir batalyonları var idi. Mərhəmət adında baş leytenant idi, sonra kapitan oldu. O gəldi Bayıla, Bayıla gələndə salam aleyküm, nə var, nə yox, necəsiz, Mehriban ana. Dedim, yaxşıyam, sağ olun. Murad necədir? Bəs Murad hərbi hissədə deyildi də. Dedim, necə, bəs sən Muradın yanından gəlmirsən hərbi hissədə? Dedi, yox. Dedim, necə ki? Dedi, bəs Murad döyüşlərdədir də, aprel döyüşləri ayın 1-də başlayıb. Dedim, nə danışırsan? Sonra yadıma düşdü ki, Murad mənə zəng elədi martın axırında. Dedi, mənə 5-6 gün zəng eləmə, burada komissiya var. Mənim telefonumu yoxlayarlar, telefonumu tutarlar. Mən özüm zəng eləyəcəm sənə. Mən də inandım, dedim, hə, yaxşı. Mən də zəng eləmirəm, hələ özü tez-tez zəng elir, salam, nə var, nə yox, yaxşısan, uşaqlar yaxşıdır. Hə, sən zəng eləmə, hər şey yaxşıdır, mən özüm zəng eləyəcəm. Mən də deyirəm, hə, yaxşı, bilmirəm, bu aprel döyüşləri başlamağını bilirəm, döyüş gedir. Amma komandir bilirdi ki, bu evin tək uşağıdır da, demişdim ki, ona mümkün olsa getməz də, aşağıda durar, nə bilim, anayam da, hər ana onu eləyər. Komandir də əmir verir, döyüşə gedəndə Muradı demir. Murad gəlir ki, nədir, bəs bütün hamı silahlanıb, maşına minir, mən niyə minmirəm ki, bəs mən niyə döyüş aparmırsınız? Komandir deyir ki, sən burada qalacaqsan, aşağıda. Sən burada lazımsan. Yo, nətər lazımam? Mən yazıda yazan da öyrəm, mən yemək pişirən də öyrəm. Mən nəyəm ki, mən burada qalam? Yo, nəsə, onda anam sizə nəsə verib də, yəqin məni burada saxlayırsınız. Komandir deyir, gördüm ki, Murad ucu hətərəm danışır. Tez dedim ki, get, silahlan, gəl, bin maşına. Gedirsən. Elə bax, özü soxub ora, məcbur da olsa, gedib. Gedən kimi bunları aparıblar, cürbəcür yerlərə gediblər də. Qapanlı kəndi var, Qapanlıda olublar, tərtərdə. Sonra zəng eləyəndə, mən biləndə başladım buna zəng eləməyə. Murad, hardasan? Murad, mən bilirəm. Hə, ana, bildim də, bilirsən. Hə, yaxşı, salamatçılıqdır, yaxşıyam. Sonra komandiri ilə danışdım. O da ki, bax, Mehriban ana, mən də buradayam. Burada nə qədər uşaq var, onların da hamısının anası var. Bir də Allaha dua eləyin, tək salamatçılıq olsun, heç kimə heç nə olmasın. Dedim, hə, yaxşı bala, neyniyək, nə qayrıq, nətər eləyək, tək salamat gəlir. Hələ tez-tez özü bir dəfə danışırdı, sonra eşitdim ki, Ağdamda Quzanlıdadır. Aprel hadisələri qutarandan da sonra biraz bunları Ağdamda Quzanlıda saxladılar. Təşəkkürnamə gəldi, Muradın təşəkkürnaməsi gəldi. Deməli, düşmənin bir zirehli texnikasını, 3 canlı qüvvəsini top komandiri ilə birlikdə məhv etdiklərinə görə. Deməli, orada top komandiri başqadır, bu da onların yanında əsgərlərdə Murad baş tuşlayıcı idi. O təşəkkürnaməni gözləyirdi, mama gəldi, deyirəm, hə, biri də gələcək. Deyirəm ki, hə, inşallah, evdəyəm, Murad, narahat olma, gələndə biləcəyik, narahat olma. Bax, əsgərliyi düşdü aprel döyüşlərinə. Ta o gəlməmişdən 2 ay qabağa qədər hələ Naftalanda qaldı. Ondan sonra yenə gəldi Tərtərə, Qaradağlıya, oradan tərxis olundu. Tərxis olunmağı da özü zarafatçılı idi deyənə, gündə deyirdi ki, sabah gəlirəm. Sabah hazırlıq görürük, yemək zat pişiririk, o dişə getmirəm, otururam, gözləyirəm, bu gün gəlmədi. Zarafat eləyirdim, 2 günə gələcəm. Gəl 2 gün keçirdi, yenə də gəl, pişirirdim, düşürürdüm. Axırda bir də hündüşka almışdım, deyirdim, Murad gələndə pişirəcəm. O hündüşka xala deyir ki, girirdi, çıxırdı. Axırda pişirdi, yoxşum gəlmədi. Bir də gördüm, ayın 20-si günü, yanvarın 20-si, 2017-ci ildə. Bir də gördüm, bu Murad qapı açdı, girdi içəri, deməmiş. Murad, bə gəlirsən, niyə demirsən?
Özüm zarafat edirdim də sənə. Hara gəlim, 20-si getmişəm, 20-si də buraxıblar da. Hə, o bizim qonum-qonşuların getməyi, qonşulardan ki, uşaqlar getdi. Onun bir iki də əsgər yoldaşları var idi. Onlar ki, getdi. Sonra indi İlqar Mirzəyevin komandiri olmuşdu. O ki, şəhid oldu. Ondan sonra dedi ki, yox, ana, mən gedəcəm müharibəyə gedəcəm, müharibə olacaq. Hamı deyir ki, müharibə olacaq. Bizə də deyəcəklər, artıq uca Füzulidə sentyabrın 29-u bizim nə qədər Suqovuşanda Füzulidə şəhidimiz olmuşdu. Suqovuşan, hə, Füzuli çox şəhid var idi. Uca aprelin, təsəvvürlə sentyabrın 29-una qədər çoxlu şəhidimiz var idi. Cəbrayılda 2 gün, 3 gün döyüşdə oldu. Oradan keçdilər Füzuliyə. Hər gündə danışırdıq, ha, hər gündə danışırdıq. Hər şey yaxşıdır, ana narahat olma, ana uzaqbaşı 10 günə bu da müharibə qutaracaq. Bunlar qorxaq millətləri, dala çəkilirlər. Biz üzərinə gedən kimi dala çəkilirlər. Aprel döyüşlərini görmədim. Hər gün danışırdıq, rahat olurdum. Deməli, Füzulidə döyüş gedə-gedə ayın 10-unda, 9-unda döyüş gedə-gedə bunları Füzulidən aparıblar Hadrut'a. Hadrut'da güclü döyüş gedirmiş. Hadrut'a gedəndə Füzulidən mənə axırıncı dəfə zəng eləmişdi. Amma Hadrut'a ki gedəndə başqa nömrədən bir də mesaj yazdı mənə ki, narahat olma, hər şey yaxşıdır, nigaran qalma, uşaqlardan müğayət ol, vəssalam. Baxıram ki, bu başqa, altından da yazıb Murad, başqa nömrədir. Həmən nömrəyə mən zəng elədim, gördüm həmən nömrəyə zübbəzayı çatır, telefon baxılıdır. Mesaj da getmir. Səndən öncə hərbi gedirlər deyənə orada telefonu bağlayırlar da. Başqasının telefonudur özü də. Yəqin də özünün zaryadkası zadı yox imiş. 2 gün Muraddan xəbər tutmadıq. Onu yazmışdı da. Muraddan mən 11-i, 12-si xəbər tutmamışam. 13-ündə, amma ayın 11-də bacım oğluna zəng eləyib deyib. 11 axşam ki, biz ağır döyüşə giririk Hadrut'a. Gedirik yavaş-yavaş. Mamama demə döyüşə girməyimi. Özüm inşallah çıxandan sonra sağ çıxsam özüm zəng eləyib danışacağam, amma anam bilməsin. Hamısı da bilirdi ki, kimsə qalacaq, kim qalmayacaq. Eləsi var ki, heç ölməyə bilərdi. Məsələn, mənim qonşum o Bilal var, Qəmbərov, evimizin arxasında da bəlkə qızım adını eşidər. O ölməyə bilərdi, o şəhid olmaya bilərdi. Çünki onun təkcə damarı kəsilmişmiş, sadəcə maşın gəlib götürə bilməyib onu, maşını vururdular yolda. O ancaq qanaxmadan, son qanına qədər o uşaq gözləyib, görüb qan qutardı, qızım deyədi, evliydi, bir dənə qızı var idi. Nazlı idi qız, Nazlı deyədi, Nazlıya deyirsiniz ki, ata onu çox istəyir, Nazlıya deyirsiniz ki, atası nə bilim, nə alacam ona. Murad, Nicat deyir, Murad deyir, heç kimə qulaq asmır ki, deyir. Soya-soya deyir, əlindədir, hara atır özü də bilmir, o uşaqdan sonra deyir. Onu da gördük, deyir, minyamyot üstünüzə yağır, deyir. Lezova kimi deyir. Lezova kimi qəlpələr deyir, tökülüşür üstünüzə. Uşaqların deyir, çoxsu hələ o qəlpədən deyir, həmən anda deyir. Doğram deyir, oldu. Amma Muradın deyir, birinci ürəyindən dəydi. Branjleti keçdi deyir. Ürəyindən dəydi, deyir, bir dəfə qışqırdı. Ayda vurdular. Vurdular, anama deyir, nəsə deyir, demək istəyirdi ki, anama, amma deyir, deyə bilmədi, yarımçı qaldı. Sonra qoldu, ayağı, hamısı kəsildi. Elə gedəndə demişdi, 15 günə, ana 15 günə gələcəm. Elə 15 günə də gəldi. Ürəyinə danmışdı gələcəyi.